Bəli, çox yaxşı sualdır. Sizin qeyd etdiyiniz kimi 31 mart biz Dünya Azərbaycanlıların soyqırımı günü kimi qeyd edirik. 1918-ci il xatırlayırsınız, Birinci Dünya müharibəsi başa çatmaq üzrə idi və Osmanlı İmperiyasının süqutundan sonra bolşeviklərin xüsusilə də Rusiyada hakimiyyətə gəlməsi bolşevik erməni əməkdaşlığı üçün çox geniş fürsətlər yaratdı və Osmanlı İmperiyasının süqutundan istifadə edən və Azərbaycanın açıq, zəif hədəf olduğunu zənn eləyən erməni daşnaqları təbii ki, Rusiyadan bolşeviklərlə bir yerdə əlbir olaraq texniki, logistik baxımından mən söyləyirəm, Azərbaycanın bütün regionlarına hücumlar etdilər. Azərbaycanın müxtəlif şəhərlərində insanları qırdılar. Bilirsiniz, bu soyqırım cinayətinin siz qeyd etdiyiniz kimi bəşəriyyət əleyhinə bir cinayətdir. Bu, bir soyun, bir etnosun etnik, dini və yaxud da ki, milli kimliyinə görə tamamilə məhv edilməsi deməkdir. Tutaq ki, bəzi erməni tarixçilər iddia eləyə bilər ki, biz bu etnik təmizləməni, soyqırımı yalnız Qarabağda keçirmişik. Bu, Qarabağı işğal etmək məqsədi güdürdük. Ancaq bu belə deyildi. Nəinki Qarabağda, Gəncədə, Bakıda, Qubada və bütün Azərbaycan yerləri, haradakı ermənilərin əli çatırdı, haradakı onlar imkan tapırdılar, insanları qırırdılar və fəlakət davam edirdi. Və bu, həqiqətən də baxmayaraq ki, sonradan 1948-ci ildə soyqırıma qarşı beynəlxalq konvensiya qəbul olundu. Ancaq bu, heç də 18-ci ildə baş vermiş dünyanın ən böyük üzləşdiyi və regionumuzun ən böyük üzləşdiyi o Azərbaycanların soyqırımı məsələsini arxivə göndərməməlidir. Əksinə biz bunu həmişə dünya bəşəriyyətinin diqqətinə çatdırmalıyıq. Həmişə bu məsələni danışmalıyıq ki, gələcək nəsillərə də, necə deyərlər, görk olsun, dərs olsun və bunu unutmasınlar.